Hər vaxtınız xeyir. Yenə də sizinlə qızıl güllərin yanında görüşürük. Bəli, axırıncı videoda çəkirəm qızıl gül haqqında. Bugün biz qızıl gülün şərbətini hazırlayırıq. Bu şərbət bizə nəyə lazımdır? Özümüz üçün ürəyimiz istəyəndə limonad hazırlaya bilərik. Yəni bir sürahiyə qaynamış su tökəcəyik. Bir çimdik çay sodası atırsınız və üzərinə deməli nə qədər istəsəniz suyu əlavə edib bu şərbətdən tökdükdə limonadınız hazır olur. İndi isə gəlin hazırlamağa başlayaq. Yenə də gördüyünüz kimi çay gülündən istifadə etsəniz daha yaxşı olar. Çünki o daha ətirlidir və rəngi də xoşdur. Lakin təkcə çay gülü yox, o belə tünd sadə qızıl güllər var. Məxmər kimidir yarpaqları. Buket gülləri yox. Xırda belə topa-topa olur. Bax, çiçəklərini indi görürsünüz. Bu güllərdən də istifadə etmək olar. Bunları amma qışa saxlayıb şərbət kimi yox. Elə məsələn sizə bu həftə lazımdır. Onu belə əzirsiniz, suyunu çıxardırsınız və hazırlayırsınız, içirsiniz. İndi isə o gül mürəbbəsi bişirdiyimiz kimi ləçəklərimizi yuduq. Birazcık şəkər tökürük üstünə. Üstünə limon duzu tökə də bilərsiniz, tökməyə də bilərsiniz və onu əzirsiniz. Əzdikdə belə bir deməli şirə əldə edirik. İki üsulla şərbəti hazırlamaq olar. Şəkər tozunuzu qoyursunuz, suyu əlavə edirsiniz, qaynadırsınız. Üzərinə həmin bu gördüyünüz, yuxarıda gördüyünüz gülləçəklərini suyunu sıxıb tökürsünüz. Və ya indi mən elədiyim kimi mən bu cürə eləyirəm. Suyu qabaqcadan sıxıb tökmürəm. Nəyə görə? Çünki onsuz da limon duzu tökəcəyik və bu güllərin tərkibində də şirə var. İstəyirəm həmin şirə hayf olmasın. İndi limon duzumu tökəcəyəm. Mən siftədən tökmürəm. Tökməmişdim daha doğrusu. Ola bilər sizin də yadınızdan çıxsın. Ya ola bilər ki bunu limon duzsuz eləmək istəyirsiniz. Yəni ki olar. Limon duzu qoymasanız da olar. Rəngi birazcık başqa olacaq. Sarımtı olacaq. Limon duzu tökəndə isə biraz çəhrayı olur. Qarışdırırıq. Limon duzu əridi və tökürük həmin o gül yarpağı qarışımımızın üstünə. Yadınızdadırsa, baxmısınızsa videoya, biz orada qışa hazırlıq, yəni qədimi üsulla necə mürəbbə hazırlayırlar. Orada da gülü toz şəkərlə əzmişdik və bankaya yığıb qoymuşduq. Ondan da bu cür istifadə edə bilərsiniz. Bəli, onu da biraz çox hazırlayın. Ürəyiniz istəyəndə götürüb qarışdırın. Suda bir balaca bax belə qaynadacaqsınız. Suyunu ya tənzifdən, ya belə setkalı ələk kimi süzgər şeydən keçirdəcəksiniz və daha sonra şərbətinizi hazırlaya bilərsiniz. Yəni ki, bu mərhələdə hesab edin ki, siz oradan bir qaşıq götürüb qoymusunuz bura, qaynadırsınız onu şərbətlə, sonra isə süzürsünüz. 2-3 üsulla şərbətinizi, yəni limonadınızı hazırlaya bilərsiniz. Gələcək videolarımda mən sizə təkcə indi gül şərbətini göstərirəm. Gələcəkdə vişnə çıxacaq, qarağat olacaq, bir çox meyvələrimiz. Şükür Allaha, Azərbaycan torpağı bütün meyvələri bizə bəxş edir və o meyvələrdən cürəbəcür şərbətlər hazırlayırıq və onu da yenə paketləşmiş şirələr almaq əvəzinə evdə özünüz hazırlayıb sağlam balalarınıza
verə bilərsiniz ki, onların da sizin analarınız, babalarınız kimi qanları təmiz olsun, cürbəcür kimyəvi şeylərdən uzaq dursunlar, sizin hazırladığınız şərbətləri, limonadları içsinlər. Qazlı istəyirlər, buyurun. Qazlı eləməyə nə var ki? Onu bir damcı içinə çay sodası atırsınız. Çay sodası isə heç vaxt ziyanlı bir şey olmayıb. Əksinə, onun müalicəvi xüsusiyyətləri çoxdur. O barədə də istəsəniz, mən sonra sizə məlumat verərəm. Gördüyünüz kimi tökdük, bu aş-süzən deyil, bu xəlbirimizə, nə deyirlər buna valı bilmirəm, setkalı bir qulplu qabımıza və onu belə qaşıqla sıxırıq. Mən qarağat hazırlayanda da bu qabdan istifadə edirəm. Bu ancaq meyvələr üçün olan mənim süzgəcimdir. Axırı ki, yadıma düşdü sözü. Süzgəc. Qarağatı əzirəm, sonra bu süzgəcdən keçirirəm ki, tumları olmasın. Baxın, bu cürə bir dəfə onu süzdüm. İkinci dəfə də üzərinə bir balaca, bir stəkana yaxın isti su tökəcəyəm və yenə süzəcəyəm. Deyirsiniz, bəs ikinci dəfə niyə? Axı onun canında şirə qaldı, hayfım gəlir tullamağa. Siz də o cürə qənaət edin. Axı, o qədər şirə qoymuş bu gülü əzəndə və ya əgər qışa saxlayırdınızsa, orada da şirə çoxdur. Bu cürə qarışdırıb ikinci dəfə süzgəcdən keçirin və onun canında şirə qalmasın. Əlbəttə biraz qalacaq, onun da ziyanı yoxdur, o da qarışqaların olsun. Baxın belə. Daha sonra qarşımızda bir balaca iş qalacaq. Mən görürsünüz ki, süzgəcə tökə bilmirəm bunu. İndi bura boşaldıram. Çünki dərinliyi orada qazanın azdır. Yenə ora töksəm, yenə təzədən şirə olacaq güllərim. Birinci dəfə gördünüz, süzəndə onun rəngi çəhrayı idi. İkinci dəfə isə yazıram, heç rəngi qalmayıb, ağappaq ağarıb və buradakı su çəhrayı yox, bir azacıq belə sarımtı olacaq, amma onun heç bir ziyanı yoxdur. Əgər istəyirsiniz ki, onun rəngi daha çox çəhrayı olsun və turş məzə tam əldə edəsiniz, ora bir yarım limon ya bir çay qaşığı limon suyu əlavə edərsiniz. Onun həm ətri gözəlləşər, həm də rəngi çəhrayı olar. Görürsünüz, rəngində nə qədər fərq var. Bu çəhrayıdır, bu isə sarımtıldır. Və qoyuruq bunu yaxşı-yaxşı qaynasın. Qəşəngcə qaynadırıq. Bunun nə köpüğü olacaq, nə heç bir şey olmayacaq. Ancaq qaynamalıdır ki, siz onu, baxı biz bunu qışa saxlamaq istəyirik. İstəsəz tamına baxın, görün necədir. Duzu deyirəm, şirəsi, turşusu yerindədirmi? Mən belə bir butulkalardan istifadə edirəm. Onların qapağı çox xoşuma gəlir. Bir il sakitcə bunları belə saxlaya bilərsiniz. Başqa butulkalar var. Ağzı belə kompot bağlayırıq onlarda və dükanlarımızdan alırıq. Bizim tarlanın butulkaları, ağzı belə burulan, qapaqlı butulkalar. Onlardan da istifadə edə bilərsiniz. Amma ki, içi tərtəmiz yuyulmalıdır. Hətta mən bəzən götürürəm bu çubuqlar var, taxta çubuqlar. Onun başına pambıq sərirəm. Pambığı da batırıram spirtə, yandırıram onu, basıram içini, belə elə bil keçirdirəm oradan. Əvvəl banka qoyardılar, o cür bilməm, kiminsə bəlkə yadındadır. O elə bil alov kimi içərdə olur və onu çıxardıram, alov sonra sönür. Niyə görə belə eləyirəm? İçində heç bir şey qalmasın. Çünki butulkanı biz axı banka kimi yuya bilmirik. İçində ola bilər ki, keçmiş şirələrdən ya kompotlardan nəsə bir infeksiya, bir göbələk zad olar, o olmasın deyə o cürə edirik və şərbətimizi tökürük butulkamızı.
Butulkanı qabaqcadan isti suya qoydum ki, qaynar şərbəti ora tökəndə partlamasın. Yenə də bu bərni deyil. Bu butulkalar biraz kövrək olur və istidən çatlaya bilər. Çatlamağı qırağa tökülər üstünüzə, əl-ayağınızı yandıra bilər. Ona görə bir qabın altına bir qab qoyun. Üzərindən siftə ilıq, sonra isti su axıdın. İçinə girməsin ancaq üzərindən ki, butulkanız istiləşsin. Sonra isə qaynar şərbətinizi tökün onun içinə. Mən bu rezini görürsünüz. Bu rezini də spirtlə silirdim. Silmişdim daha doğrusu. Sizə də məsləhət görərdim. 95% spirt aptekdən alırsınız və pambığı doluyursunuz, başına silirsiniz. Qapağını qoydum. Gördünüz ki, belə lap silmə doldurdum. O ağzında olan köpüyü də yığışdırdım. Daha sonra bunu bağladım. Əlimdə elə bir bal var. Barmaqlar yapışır bir-birinə. Butulka çox istidir, şirədir. Mən onu yaş əski ilə silə bilmərəm. Sizə də məsləhət görmürəm. Çünki yenə də deyirəm, çatlama əmələ gələ bilər. Qoyun qalsın, soysun, sonra yaş əski ilə silərsiniz. İndi sizə bir şey demək istəyirəm. Hesab eləyin ki, burada bir möcüzə baş verəcək. Baxın, bu butulkamızı sildim. Bu rəskilər əlbəttə, üstü şirədir, əlimi də yandırır, barmaqlarım da bir-birinə yapışır. Qoyuram stolun üstünə. Butulkadan gözünüzü ayırmayın. Baxın ona, görün nə baş verəcək. Öz-özünə başlayır qaynamağa. O qədər qaynardı ki, şirə. Bayırda isə hava ona nisbətən soyuqdu və butulkanın içində hava qalmamışdı. Biz onu kip bağlamışdıq. Hətta o dəmir görürsünüz üstündə. Ondan sıxanda tamamilə elə bil ki, siz onu konserv necə bağlayırsınız, o cürə bağlamışsınız. Burada vakuum əmələ gələcək temperatur fərqinə görə. Videonun axırında görəcəksiniz ki, butulkanın başında nə qədər boş yer alınıb. Lakin o boş yerdə hava yoxdur. Orada olan vakuumdur. Qalanlıq isə mənim ikinci elə butulkam yoxdur. Onun içində qora suyu var birində. Biri bağdadır, boşdur. Evdə nə tapdımsa onun içinə doldururam. Mən bunu qışa saxlamayacağım. Çünki bunu o cürə bağlaya bilmərəm. O cürə probkam burada yoxdur. Lakin yenə deyirəm, o bizim belə ağzı dar butulkalarımız var. Qapağı ilə belə bağlayırıq. Kompot bağlayırsınız çoxlarınız. Mən özüm də elə bağlayıram. Orada tökmək olardı. Amma o butulka da buna yəni ki, böyük olardı. Ağzı boş qalacaqdı. Yəni ki, bunu evdə istifadə üçün qışa saxlamayıb indi istifadə etmək üçün hazırlayıram. Yəni ki, bu bankaya, bu butulkaya boşaldıram və bir bankaya da boşalda bilərsiniz. Nə istəsəniz. Lakin plasmas butulkalara tökməyin. Yadınızda saxlayın, qulağınızda sırğa eləyin. Çünki o cürə siz özünüzü zəhərləyə bilərsiniz. Bu bir. İkincisi, isti şərbətdən o butulkalar yığılacaq, büzüşəcək. Yəni ki, onlar bu iş üçün yaramır. Mütləq və mütləq şüşə olmalıdır. Bunun da probkasının üzr istəyirəm, probkasının başında çalafan kimi şey var. Yəni probka ilə müdaxilə eləmir. Amma ki, yenə də uzun müddət qala bilməz. Mütləq və mütləq xarab olar. Vəssalam. Demək olar ki, hazırdır. Birçoğunu gözləyirik ki, axırda görəsiniz. Butulkanın başından nə qədər boş yer qaldı. İkinci yox, birinci butulkanın. Bundan əvvəl mən sizə gül suyunun necə hazırlanmasını göstərmişdim. Ondan qabaq gül mürəbbəsi qədimi üsulla. Ondan da öncə deməli, adi üsulu indi necə hazırlayırıq gül mürəbbəsi. Yəni, gülə həsr olunan 4 videomuz var idi. Məncə kifayətdir.
bu il üçün. Bəlkə gələn il sizə daha başqa bir videolarda göstərərəm. Yenə də yadınıza salım ki, mütləq deyil ki, siz bunu qışa saxlayasınız. Elə güllər, ləçəklərinizi şəkərlə əzib, bir azacıq suda, yəni suyu çıxandan sonra bir azacıq şərbət hazırlayırsınız. Bir stəkan pesok, yarım litr suya və o gül ləçəklərinizi ora atırsınız, hazır olur. İndi baxın, butulkanın başında nə qədər boş yer qalıb. Hardasa 2 cm, amma hələ qaynayır. Hələ qaynayır və o dəmirin cızığına qədər gəlib çıxacaq. Nəysə, məndən bu qədər. Hələlik sağ olun, salamat qalın. Özünüzdən, əzizlərinizdən, balalarınızdan müğayət olun. Sizə can sağlığı arzulayıram. Hələlik, xudahafiz.